Bugünkü mövzumuz qədim Roma, yəni ilk respublika yaradan xalqlar. Roma yerləşir Balkan yarımadasından qərbdə, yəni Apenin yarımadasında. Hansı ki xəritə üzərində baxsaq, Apenin yarımadasında yerləşir Roma. Yunanlılar buranı İtaliya, yəni buzovlar ölkəsi adlandırırdılar. İtaliyanı şimaldan Alp dağları əhatə edir. 1-ci minilliyin əvvəllərində burada iki tayfa, daha çox inkişaf etmiş iki tayfa var idi. Ən çox inkişaf etmiş tayfa Etrusklar, yarımadanın mərkəzində yaşayanlar isə Latın tayfalar hesab olunurdu. Romalılar il hesabını eradan əvvəl 753-cü ildən hesablayırlar. Çünki Roma şəhərinin əsası eradan əvvəl 753-cü ildə qoyulub. Roma şəhəri salınması haqqında bir əfsanə də var ki, deyirlər ki, əfsanəyə görə Latın tayfasından olan Romul və Rem adlı iki qardaş şəhər salmaq qərarına gəlirlər. Onlar şəhərin harda salınması və gələcəkdə oranı kimin idarə etməsi üstə dalaşırlar deyə Romul Remi öldürür, sonra o Tibir çayı sahilində şəhəri salır və elə Romulun adı ilə şəhər adlanır Roma. Romanın tarixi 3 dövrə bölünür. Bizə ən əsas vacib məqamlardan biri Romanın tarixi 3 dövrə bölünür. 10-cu sinifdən baxsaq əgər 3 dövrə bölünür. Padşahlıq, respublika və imperiya. Padşahlıq dövrü, respublika dövrü, imperiya dövrü. İlk öncə padşahlıq dövrünə baxacaq. Eradan əvvəl 753-cü ildən eradan əvvəl 509-cu ilə qədər Romada padşahlıq dövrüdür. 509-cu ildən 27-ci ilə qədər respublika dövrü, eradan əvvəl 27-ci ildən bizim eramızın 395-ci ilinə qədər isə imperiya dövrüdür, bəli. Padşahlıq dövründə Romanın idarə etmə sisteminə baxsaq əgər, Romanı padşahlıq dövründə idarə edirdi padşah. Bir də var idi senat, yəni Ağsaqqallar Şurası. Senatın üzvlərini senator adlandırırdılar. Senatorlar öz aralarından bir nəfəri ömürlük padşah seçirdilər. Yəni, ömürlük sözünü vurğulamağımızın səbəbi odur ki, yəni Romada padşahlıq dövründə irsi hakimiyyət olmayıb. Bir nəfər padşah seçirdilər, ömrünün sonuna qədərsə padşah olaraq qalırdı. Roma əhalisi iki qrupa bölünürdü. Patrisilər, bir də plebeylər. Patrisilər, plebeylər. Hakim təbəqə, yuxarı təbəqə adlandırdı patrisilər. Ən qədim nəsildən idilər. Romanın iri torpaq sahibi idilər. Vəzifələrə yalnız onlar seçilirdi. Torpaqlar, otlaqlar hamısı patrislərin əlində idi. Elə ancaq patrislərin içərisindən bir senat adlanan Ağsaqqallar Şurası seçilirdi. Bir də digər təbəqə var idi ki, plebeylər Romaya başqa yerdən köçüb gələnlər hesab olunurdular. Başqa yerdən köçüb gələnləri hesab eləyirdilər plebeylər. Plebeylər orada xidmət edə bilərdilər, ancaq onlara torpaq payı verilmirdi. Varlıların torpağını icarəyə götürürdülər, məhsulun yarısını isə vergi kimi ödürdülər patrisilərə, yəni yuxarı təbəqəyə. Bundan sonra hüquqsuz qalan aşağı təbəqə plebeylər 509-cu ildə padşahı və padşah hakimiyyətini devirirlər. Padşahı və padşah hakimiyyətini devirirlər. Romada yaranır respublika quruluşu. Eradan əvvəl 509, eradan əvvəl 27-ci ilə qədər. Respublika nə deməkdir? Yəni, Romanı müəyyən müddətə seçkili orqanlar vasitəsilə idarə olunurdu. Respublika xalq işi, xalq hakimiyyəti deməkdir. Xalq idarə eləməlidir. Amma respublika qurulsa da plebeylər yenə də hüquqsuz vəziyyətdədirlər. 509-cu ildə padşahı devirib respublikanı yaratsalar da, hələ də plebeylər hüquqsuz vəziyyətdədirlər. Ona görə də 509-cu ildən 265-ci ilə qədər, yəni 3-cü əsrin ortalarına qədər Romada başlayır patrislərlə plebeylər arasında mübarizə. 509-cu ildən 27-ci ilə qədər, 265-ci ilə qədər olur mübarizə. Bu mübarizəni bəzən çaşdırıb vətəndaş müharibəsi adlandırırlar. Xeyr, bu vətəndaş müharibəsi deyildi. Çünki hələ Romalılar vətəndaş hüququ almamışdılar. Mübarizə başlayır, plebeylər qoşunda xidmətdən boyun qaçırır deyə
patrislər məcbur qalıb pleybeylərə güzəştə gedirlər. Və eradan əvvəl 5-ci əsrin əvvəllərində pleybeylər özlərinin müdafiəçisi olan xalq tribunu seçmək hüququnu qazanırlar. 5-ci əsrin əvvəllərində. Bundan sonra 3-cü əsrin əvvəllərində Roma vətəndaşları qanun qarşısında bərabər idi. Yəni, hər kəs vətəndaş hüququ almışdı. 3-cü əsrin birinci yarısında isə pleybeylər tam hüquqlu vətəndaş oldular. Tam hüquqlu vətəndaş nə deməkdir? Yəni ki, Roma vətəndaşları istənilən vəzifəyə gələ bilərdilər. Lakin Romada vəzifəyə görə əmək haqqı verilmirdi. Ona görə də hakimiyyət yenə də bir qrup varlı, patrisi və pleybeylərin əlində idi. Ona görə deyirik ki, Roma Respublikası adlanırdı. Zadəgan Respublikası. Romada Respublika adlanırdı. Zadəgan Respublikası. Ona görə də Roma Respublikası demokratik dövlətə çevrilə bilmir. Deməli, Respublika quruldu eradan əvvəl 509. 509-cu ildən 3-cü əsrin ortalarına qədər patris ilə pleybeylər arasında mübarizə başladı. Pleybeylər qorxurdular ki, patrislər qoşunda xidmət etməz. Ona görə də onlara bəzi güzəştlər elədilər. 5-ci əsrin əvvəllərində pleybeylər öz hüquqlarını müdafiə edən tribun seçə bilərdilər. Xalq tribun seçmək hüququnu qazandılar. 3-cü əsrin əvvəllərində Roma vətəndaşları qanun qarşısında bərabər oldu. 3-cü yüzilliyin birinci yarısında isə tam hüquqlu vətəndaş oldular. Yəni, hər bir Roma vətəndaşı istənilən vəzifəyə gələ bilərdi. Amma əmək haqqı, maaş verilmirdi deyə Romada kasıb təbəqə vəzifəyə gəlmək istəmirdi. Ona görə də Roma Respublikası adlanırdı. Zadəgan Respublikası. İndi baxaq Respublika dövründə Respublikanın idarə olunmasına. Respublika dövründə Romanı idarə edirdi Senat, yəni Ağsaqqallar Şurası, Xalq yığıncağı, konsul, tribun. Çox diqqət eləmək lazımdır bu məsələlərə. Senat baxırdı hansı işlərə? Baxın, Senat, yəni Ağsaqqallar Şurası. Daxili və xarici siyasətə, maliyyə xəzinə məsələlərinə, müharibə sülh məsələlərinə baxırdı. Hazırladıkları qərarları göndərirdi Xalq yığıncağına. Bundan sonra Xalq yığıncağı Romanı idarə eləmək üçün hər il 2 konsul seçirdi. Həm də Senatın hazırladığı qərarları müzakirə edib səs verirdi. Konsul Roma dövləti idarə eləmək üçün 1 il müddətinə seçilirdi. Yəni, Respublika dövründə Romanı 1 ilə 2 konsul idarə eləyirdi. Xalq yığıncağı tərəfindən patrislər arasından seçilirdi. Həm də müharibə zamanı qoşuna başçılıq eləyirdi. Müharibə olmayanda isə Ağsaqqallar Şurasına kömək edirdi. Tribun 5-ci əsrin əvvəllərindən etibarən pleybeylər hər il özlərini müdafiə etmək üçün tribun seçirdilər. Tribun Senat və konsulun qərarlarına, yəni pleybeylərlə bağlı qərarlarına veto qoya bilərdi. O dövrdə Romada ən ağır cinayət elə tribunun öldürülməsi idi. Deməli, tribun 5-ci əsrin əvvəllərindən seçilməyə başlamışdı. Tribun Senat və konsulun bütün qərarlarına yox, ancaq pleybeylərə aid olan hər bir qərarına veto qoya bilərdi. O dövrdə ən böyük cəza Romada tribunların öldürülməsi idi. 5-ci əsrin əvvəllərindən tribun seçməyə başladılar. Tribun, Senat və konsulun pleybeylərə hər bir qərarına veto qoya bilərdi, öldürülməsi qadağan idi. Ən böyük cinayət hesab olunurdu. Romada qanun sistemi. Biz bilirik ki, tarixdə ilk yazılı qanunlar Şumerlərdə olmuşdu. Eradan əvvəl 3-cü minillikdə. Romanın qanunlar sistemi isə eradan əvvəl 5-ci əsrin ortalarında yaranmış 12 lövhə qanunları adlanır. 5-ci əsrin ortalarında 12 lövhə qanunları. Roma hüquq sisteminin müasir dövrdə mövcud prinsipləri nə idi? Əksi sübuta yetirilməyənə qədər insanların təqsirsiz, yəni günahsız sayılması. Təqsirləndirən şəxslərə hakim qarşısında özlərini müdafiə etməyə icazə verilməsi. Hakimlərin
qərar qəbul edərkən sübutlara əsaslanması. Romanın qanunlar sistemidir. Romanın işğalları. Birinci Romanın ordusuna baxaq. 7-ci sinifə qayıdaq. Romanın ordusu əsasən hərbi xidmətə çağırılan kəndlilərdən təşkil olunmuşdu. Sərt nizam-intizam var idi. 4500 nəfər döyüşçü legion adlanırdı. Ağır silahlı piyadadan ibarət idi. Roma işğallara başlayan zaman onlar 3-cü əsrin əvvəllərində bütün İtaliyanın işğalını başa çatdırdılar. Yəni 3-cü əsrin əvvəllərində Roma İtaliyanın işğalını başa çatdırdı. Roma işğal etdiyi ərazilərdə, baxın, İtaliyanın işğalını başa çatdırdı. İşğal etdiyi ərazilərdə Roma parçala hökmranlıq et siyasəti yürüdürdü. Nə deməkdir? Yəni işğal etdiyi ərazilərdə o tayfaları bir-biri ilə savaşdırırdı ki, onlar Romaya qarşı vahid halda birləşməsinlər. Roma İtaliyanın işğalını başa çatdırdıqdan sonra Siciliya adasını tutmaq istəyirdi ki, Siciliya adasını tutmaq uğrunda da Afrikanın şimalında yerləşən qüdrətli Karfagen dövləti ilə mübarizə aparmağa məcbur oldu. Elə ona görə də Roma ilə Karfagen arasında eradan əvvəl 264, eradan əvvəl 246-cı ilə qədər Pun müharibəsi başladı. Eradan əvvəl 264, eradan əvvəl 146-cı ildə Romada Pun müharibəsi başladı. Pun Finikiyalı deməkdir. Yəni Karfagenlə Roma arasında Pun müharibəsi başladı. Pun müharibəsinin başlamasının səbəbi Karfagenlə Romanın Siciliyanı tutmağı və Aralıq dənizində ağalıq etməyə çalışması idi. Yəni hər ikisi də Siciliyanı tutub Aralıq dənizində ağalıq etməyə çalışması idi ki, 146-cı ildə bu müharibə Romanın qələbəsi ilə başa çatdı. 146-cı ildə müharibə Romanın qələbəsi ilə başa çatdı. Müharibənin nəticəsində Roma Siciliya, Sardiniya, Korsika adalarını işğal etdi. Karfagen şəhəri dağıtdı və Karfagen Romanın əyalətinə çevrildi. Amma diqqətli olaq, bu müharibə nəticəsində Aralıq dənizinin qərbində Roma vahid dövlətə çevrilir. Yəni, bütün Aralıq dənizində yox, hələ ki Aralıq dənizinin qərbində Roma vahid dövlətə çevrilir. Yəni, Aralıq dənizinin qərbində Roma ağalıq olur. Vahid dövlət yox. Yəni, Roma Aralıq dənizinin qərbində ağalığını başladır. Pun müharibələr bitəndən sonra Roma şərqə doğru gedir və Suriyanı işğal edir. Şərqə doğru gedir, Suriya padşahlığını tutur, Suriyanın Kiçik Asiyadakı torpaqlarını ələ keçirir. Bu qələbə Balkan yarımadasında işğal etmək üçün yol açır və bundan sonra eradan əvvəl 146-cı ildə Makedoniya falanqası ilə döyüşdə Roma qalib gəlir. Makedoniyanın ardınca Yunanistan da məğlub edir və bundan sonra bütöv Aralıq dənizində Roma ən qüdrətli dövlətə çevrilir. Ən qüdrətli dövlətə çevrilir Yunanistan və Makedoniya tutduqdan sonra. Bundan sonra işğal olunmuş əraziləri canişinlər idarə edirdilər və qalib gəlmiş sərkərdəni triumfla tərtib edirdilər. Yəni nə deməkdir? Qalib gəlmiş sərkərdəri öz qoşununun başında təntənəli şəkildə Roma şəhərinə daxil olurdu. Bir də Romaya aid bir ifadə var ki, deyir ki, məğlubiyyətə bərabər qələbə. Nə deməkdir? Roma İtaliyanın cənubunda Yunan şəhərləri ilə müharibə edəndə Balkan yarımadasındakı kiçik bir dövlət, yəni Pir, dövlətin başçısı Pir, Yunanlılara kömək edir. Pirin 22.000 piyadası, 3.000 süvarisi, 20 fili var idi. Döyüş vaxtı Pir məğlub olur. Demək olar ki, qoşununun çoxunu itirir və o bundan sonra belə deyir. Bir də belə qələbə qazansaq, mən qoşunsuz qalaram. Yəni, qalib gəlsə də, deyir ki, bu məğlubiyyətə bərabər qələbədir. Bir də belə qələbə qazansam, mənim artıq ordum qalmayacaq. Bu da oldu məğlubiyyətə bərabər qələbə. Danışan əmək alətləri, yəni kimlər? Qullar. Danışan əmək alətləri.
Bu dövrdə Romada işğalçı müharibələr nəticəsində ölkəyə çoxlu qul gətirilirdi. Ağır vergiləri ödəyə bilməyən əyalətlərin sakinləri də qul kimi satılırdı. Aralıq dənizi ölkələrinin hər yerində qul bazarları var idi. İtaliya kənd təsərrüfatında qul əməyindən daha çox istifadə edirdi. Onlar qulları danışan əmək alətləri adlandırırdılar. Çevik və güclü qullar xüsusi həbsxana məktəblərdə işlədilir, onlara bir-biri ilə döyüşməyə öyrədilir və qullar qladiatora çevrilirdilər. Elə bundan sonra Romada 3-cü əsrdən başlayaraq qladiator döyüşləri keçirilməyə başlayacaq. Qladiator döyüşləri amfiteatrlarda keçirilirdi, yəni böyük tamaşa yerlərində. Amfiteatrın mərkəzində isə arena, yəni qumla örtülmüş mərkəzi meydan var idi ki, orada qladiatorları döyüşdürürdülər. Qladiator, məğlub olan qladiatorun taleyi tamaşaçıdan asılı idi. Tamaşaçı baş barmağını qaldırarsa sağ qalır, yendirərsə isə onu öldürürdülər. Deməli, Romaya çoxlu qullar gətirilirdi. Həm işğal olunmuş ərazilərdən, həm də Romada həm də ki, vergini, borcunu vaxtında verə bilməyənlər. Hətta deyirik ki, qədim dünyanın heç bir yerində Roma qədər qul yox idi. Yəni, ən çox qul olan ərazi Roma olub. Roma qədər heç bir yerdə qul yox idi. İndi baxacağıq qıraq qardaşların islahatlarına. Qul əməyi geniş tətbiq olunur deyə, kəndlilər daha da yoxsullaşırdı. Qulların qüvvəsi ilə torpağın becərilməsi, məhsul əldə edilməsi çox ucuz başa gəlirdi. Buna görə də kəndlilər öz məhsullarını sata bilmir, torpaqlarını ucuz qiymətə qladiator döyüşlərinə verirdilər. Kəndlilər torpaqlarını itirəndən sonra hərbi xidmətə çağırılanların da sayı azalırdı. Bu, Roma qoşununun zəifləməsinə gətirib çıxarırdı. Ona görə də tribun seçilən iki qardaş Tiberi qıraq, qardaşlarımızın şəkillərinə baxaq və Qay qıraq. Tiberi qıraq və Qay qıraq islahatlar keçirir. İlk öncə baxacağıq Tiberi qıraqın islahatlarına. Eradan əvvəl 133-cü ildə tribun seçilən Tiberi qıraq islahatlar həyata keçirir. Tiberi qıraq bu islahatlarda deyir ki, hər bir Roma vətəndaşının, Romalı 250 hektardan artıq torpaq olmasın. Yəni 250 hektar bəsindir. Torpağın artığı alınıb, həmişəlik yoxsullara paylanmalı idi. Satılmalı yox, paylanmalı. Kəndlərə paylanan torpağın satılması, alınması qadağan idi. Amma senatın etirazına baxmayaraq xalq yığıncağı bu qərarı qəbul etsə də, bundan sonra Tiberiyə böhtan atırlar ki, sən padişah olmaq istəyirsən. Onu günahlandırıb tərəfdarları ilə birgə öldürürlər. Hətta Tiberinin xalqa müraciəti var. Nə deyir Tiberi? Tiberi deyirdi ki, vəhşi heyvanların da yatmaq üçün yuvası və yatağı vardır. İtaliya uğrunda vuruşan və canlarından keçən adamlar evsiz, eşiksiz sərsərilər kimi dolaşırlar. Əskərlər başqalarının cah-cəlalı sərvəti uğrunda vuruşub həlak olurlar. Onlara kainatın ağası deyirlər. Halbuki onların özlərinin bir parça torpağı yoxdur. Yəni, siz vuruşursunuz, siz döyüşürsünüz, amma torpağınız yoxdur. Hansı ki, vəhşi heyvanların belə evi var, yurdu var, amma sizin eviniz yoxdur. Buna baxmayaraq Tiberini öldürürlər. Eradan əvvəl 123-cü ildə qardaşı Qay qıraq tribun seçilir. Kəndlilərə torpaq paylamasını davam etdirir Qay qıraq. Yoxsullara eyni zamanda həm də dövlət anbarından ucuz qiymətə, yəni paylamır, ucuz qiymətə taxıl verir. Buna baxmayaraq Qay qırağı da öldürürlər. Bundan sonra kəndlilərə torpaq paylanması dayandırılır. Kəndlilərin aldığı torpağın satılmasına icazə verən qanun qəbul olunur və bundan sonra varlılar torpaqları yenidən kəndlilərdən almağa başlayırlar. Qıraq qardaşlarının islahatları müəyyən qədər əhalinin vəziyyətini yaxşılaşdırsa da, vəziyyətin qarşısını tamamilə ala bilmədi. Spartak üsyanı eradan əvvəl 74, eradan əvvəl 71-ci illərdə. Nədir Spartak üsyanı? Roma bilirik ki, qulların ən çox olduğu ölkə idi. Romada qulların ağır yaşayışı üsyanlara səbəb olurdu ki, bu üsyanların biri də 74-cü ildə başlayan Spartak üsyanı idi. Bir çox qullar Kapuya şəhərindən
Kapuya şəhərindən Spartakla birgə qaçırlar və gedib Vezuvi dağında məskən salırlar. Senatın göndərdiyi 3000 Roma qoşununu Vezuvi dağında mühasirəyə alaraq qayadan düşən yeganə cığırı tutdular. Bu zaman qullar üzüm tənəklərindən nərdivan hörüb gecə qayadan aşağı enərək üsyançıları məğlub elədilər. Spartakın bütün niyyəti Siciliya adasına keçmək idi. Lakin dəniz quldurları bunun üçün ondan haqq alsalar da Spartakı aldatdılar. Spartak üsyançılara deyirdi: acından ölməkdənsə qılınc zərbəsindən ölmək daha yaxşıdır. Buna baxmayaraq 71-ci ildə Roma qoşunları ilə sonuncu döyüşdə Kras və ona köməyə gələn Pompey legionları Spartak ordusunu məğlub edir, Spartak həlak olur və 6000 qul darağacına çəkilir. Eradan əvvəl 74, eradan əvvəl 71-ci illərdə sonda məğlub olur, 6000 qul çarmıxa çəkilir. Püşk atılmışdır. Püşk atılmışdırdan əvvəl baxaq ilk öncə Romada vətəndaş müharibəsindən əvvəl, yəni aramsız müharibələr nəticəsində Roma ordusu dəyişiklik baş verir. Yəni Roma ordusu artıq muzlulardan təşkil olunmağa başlayır. Bu isə ölkədə vətəndaş müharibəsinə səbəb olur. Yəni bu isə ölkədə vətəndaş müharibəsinə səbəb olur. Hələ vətəndaş müharibəsi başlamamışdan əvvəl də Kras, Pompey arasında mübarizə gedirdi. Bu mübarizədə Julius Caesar qalib gəlir və Qalliyaya canişin təyin olunur. Əvvəlcə Qalliyanın cənubunda olsa da, sonradan bütün Qalliyanı işğal edir və konsulluq müddəti bitəndən sonra Sezar Romaya geri qayıdır. Bundan sonra o püşk atılmışdır deyərək 49-cu ildə Pompey üzərinə yürüş edir. Və beləliklə Sezarla Pompey arasında vətəndaş müharibəsi baş verir. Sezar öz hakimiyyətini möhkəmləndirmək üçün əvvəlcə Avropa, Asiya, Afrikada işğallar həyata keçirir, müharibələr aparır, özünü gücləndirir. Bundan sonra Sezar məcbur qalıb, Senat məcbur qalıb Sezarı ömürlük diktator, mütləq hökmdar adlandırır. Ömürlük diktator, mütləq hökmdar adlandırır. Senat Sezarı məcbur qalıb, mütləq hökmdar, ömürlük diktator adlandırır. Sezar diqqətli olaq ki, respublikaya son qoymur, monarxiya yaratmır. Amma Sezara mütləq hökmdar kimi ehtiram göstərilməsi göstərirdi ki, yəni Sezarın heykəlləri tanrıların heykəllərlə yanaşı qoyulur, həm də metal pullar üzərində Sezarın şəkilləri var idi. Bunlar göstərirdi ki, Romada Sezara mütləq hökmdar kimi ehtiram göstərilir. Bundan sonra Sezarla respublikada tərəfdarlar arasında yenidən mübarizə başlayır. Sezarın öz dostu Brut suiqəst hazırlayırlar. 44-cü ildə Sezar öldürülür və bundan sonra Romada Sezarın varisi Oktavian ilə köməkçisi Antoni respublikaçıları məğlub edib Romadan qovurlar. Bundan sonra Antoni ilə Oktavian Romanı öz aralarında iki hissəyə bölürlər. Romanı iki hissəyə bölürlər. 1. Oktavian qərb əyalətlərinin hakimi idi. Antoni isə şərq əyalətlərinin. Hətta o, Misir hökmdarı Kleopatra ilə evlənib İskəndəriyyə şəhərində yaşayırdı. Antoni ilə Oktavian birləşib respublikaçıları, bütün düşmənləri məğlub etdikdən sonra öz aralarında mübarizə başlayır. Eradan əvvəl 31-ci ildə Aksi burnu yaxınlığında döyüşdə Oktavian Antonini məğlub eləyir. Antoni Misirə qaçsa da, eradan əvvəl 30-cu ildə Oktavian İskəndəriyyəni tutur və Misiri Romanın əyalətinə çevirir. Oktavian İskəndəriyyəni tutur, Misiri Romanın əyalətinə çevirir. Bundan sonra Romada başlayan vətəndaş müharibəsi başa çatır və Oktavianın başçılığı ilə Roma artıq imperiyası yaranır. Eradan əvvəl 27-ci ildən bizim eramızın 395-ci ilə qədər Romada olur
imperiya. 27-ci ildən 395-ci ilə qədər Romada olur imperiya. İmperiya dövründə konsul və tribunlar Oktavianın əmrlərini sözsüz yerinə yetirirdilər. Yalnız Oktavian təyin etdiyi adamlar senat ola bilərdi. Yəni respublika dövründəki vəzifələr hələ də qalırdı, saxlanılmışdı. Amma monarxiya qurulmuşdu. Yəni o vəzifələrin elə də hökmü yox idi, hamısı Oktaviandan asılı idi. Bizim eramızın 1-2-ci əsrləri Roma imperiyasının ən güclü dövrüdür. Romanın sonuncu işğalçı yürüşləri isə Mark Trayanın adı ilə bağlıdır. 98-117-ci ildə hakimiyyətdə olmuşdu. Mark Trayan ilk öncə Dunay çayı sahillərində qələbələr şöhrət qazanır. Sonra 115-117-ci illərdə Asiyaya yürüş edir. Mesopotamiya, Kiçik Asiyada Kilikiya, Ərəbistan yarımadası bir çox ərazilər işğal edir. Parfiyanın paytaxtı Ktesiyon şəhərini tutur. Lakin burada baş verən üsyanlar Trayanı geri qayıtmağa məcbur edir. Və beləliklə deyirik ki, Trayan Parfiyanın fəthini başa çatdıra bilmir. Bundan sonra Romada ən güclü işğalçı dövrlər olur və ikinci əsrdə deyirik ki, Romanın sərhədləri Atlantik okeanından iki çay arasına qədər geniş bir ərazini işğal edir. Xəritə üzərində baxsaq Roman əyalətlərinə. Baxın, İspaniya, Qaliya, Fransanın ərazisi, Karfagenlə müharibə aparmışdı. Afrikanın şimalında yerləşir. Aralıq dənizinin qərbində və şərqində hakim dövlətə çevrilmişdi. Kiçik Asiya, İskəndəriyyə, Suriya, Fələstin, Makedoniya bu ərazilərin hamısını Roma işğal eləmişdi. Quldarlığın tənəzzülü. Necə oldu ki, quldar tənəzzül etdi? Deməli, Romada su dərmanlar tikməyi öyrənirlər, gavahınlı kötandan istifadə edirlər. Buna baxmayaraq bu alətləri qullara etibar edə bilmirdilər. Çünki qullar alətlərdən düzgün istifadə etmirdi. Ona görə də Romada əhalini böldülər. Daxmalı qullar və kolonlar yaratdılar. Deməli, Romada daxmalı qullar və kolonlar yaranmışdı. Daxmalı qullar azad deyildi. Asılı qullar idi. Daxma tikə, ailə qura bilərdilər. Kiçik torpaq sahələri və əmək alətləri var idi. Elə bir torpağı becərirdi. Bir hissəsini vergi kimi verir, bir hissəsi özünə qalırdı. Amma azad deyildilər, asılı idilər. Kolonlar isə azad və icarədar kəndliləri idi. Qullara nisbətən daha yaxşı işləyirdilər. Daxmalı qullar kimi əldə etdiyi məhsulun bir hissəsini icarə haqqı verir, qalanı özlərinə qalırdı. İndi baxacağıq Romada Konstantinin dövrünə. Roma şəhərini yaşayıb, Romanı sevməyən bir məsul şəxs var, Konstantin. Romada yaşasa da Roma şəhərini sevmir və eradan əvvəl yox, bizim eramızın 330-cu ilində paytaxtı köçürür Vizantiya. Vizantiya olur, öz adı ilə adlandırır Konstantinopol. Necə adlandırır? Konstantinopol. İlk əvvəllər həm Yunanlılar, həm də Romalılar barbar deyəndə barbarı anlaşılmaz ilə danışan xalqlar adlandırırdılar. Yəni barbarlar əcnəbilər, dili anlaşılmayan insanlar kimi başa düşürdülər. 4-cü əsrin ikinci yarısında Germanlar, yəni barbar tayfaları Germanlar, Hunlara məğlub olduqdan sonra Roma üzərinə birinci dəfə yürüş etdikdən sonra Qərbi Roma parçalanır iki hissəyə. 395-ci ildə axır ki Roma imperiyası parçalanır iki hissəyə. İki hissəyə parçalandıqdan sonra olur Qərbi Roma və Şərqi Roma. Qərbi Roma 395-ci ildən 476-cı ilə qədər mövcud olur. Şərqi Roma isə 395-ci ildən 1453-cü ilə qədər, yəni Bizans. Xəritə üzərində baxsaq əgər, Qərbi Roma, yəni baxın, İtaliya, Avropa, Afrikanın qərb əyalətləri. Diqqətlə baxsaq, İtaliya, Avropa, Afrikanın qərb əyalətləri. Yaxınlaşdıranda xəritəyə çox yaxınlaşdıra bilmirəm. İtaliya, Avropa, Afrikanın qərb əyalətləri. Şərqi Roma isə, baxın, İskəndəriyyə,
Balkan yarımadası, Kiçik Asiya, Romanın Asiyadakı əyalətləri. Yəni, o dövrdə Roma Misirdən daxil olmaqla Afrikanın şimalı, qərbi, İspaniya, İngiltərənin hətta bir ərazisi, Qaliya, bu ərazilərin hamısını işğal etmişdi. İki hissəyə bölünəndə qərbi düşür qərbi Romanın əlinə, şərqi düşür şərqi Romanın əlinə. Bundan sonra İtaliya tez-tez qərbi Roma, German tayfalarının yürüşünə məruz qalır. 5-ci əsrin ortalarında bura yürüyüş eləyən Vandallar, Veskotlar İtaliya, İspaniya, Qaliya ərazisini keçib, Şimali Afrikada gedib Vandal krallığını yaradırlar. 5-ci əsrin ortalarında, yəni 452-ci ildə İtaliya Hunların yürüşünə məruz qalır, Qərb Hunların, Attilanın. 455-ci ildə isə Vandalların yürüşünə məruz qalırlar. Və Roma şəhəri qarət olunur, 10 minlərlə Romalı öldürülmüşdü. Ona görə də Vandalları indi vəhşi, mədəniyyət abidələrini məhv edən, kəndləri dağıdan adamlara deyirlər. Əvvəllər dilini başa düşmədiklərini şəxslərə deyirdilər. İndi isə vəhşi, mədəniyyəti dağıdan xalqlara deyirlər. Bundan sonra biz baxacağıq Romanın, daha doğrusu, hələ Romanın mədəniyyətinə baxmamışdan öncə 395-ci ildə yaranan Qərbi Roma 476-cı ildə süqut eləyir. 476-cı ildə. Bundan sonra həm Qərbi Romanın hakimiyyəti başa çatır, həm də 476-cı ildə quldarlıq quruluşu bitir Avropada. Feodalizm dövrü başlayır. Yəni, qədim dünya tarixi sona çatır. Ümumi tarix orta əsrlər dövrü başlayır. Quldarlıq dövrü bitir. Quldarlıq dövrü bitir. Orta əsrlər dövrü başlayır. Quldarlıq bitir, feodalizm başlayır. Qədim dünya bitir, orta əsrlər dövrü başlayır. İndi baxacağıq Romanın mədəniyyətinə. Biz bilirik ki, həm Romalıların, həm də Yunanların mədəniyyəti antik mədəniyyət adlanır. Roma şəhərini o dövrdə həm də necə adlandırırdılar? Əbədi qızıl şəhər və yaxud da sadəcə şəhər adlandırırdılar. Romada mərkəzi meydan forum adlanırdı. Termlər, yəni isti hovuzlar var idi, hamamları var idi. Eradan əvvəl 1-ci əsr və bizim eramızın 1-ci əsri Roma poeziyasının qızıl dövrü adlanır. Eradan əvvəl 1-ci əsr, bizim eramızın 1-ci əsri Roma poeziyasının qızıl dövrü adlanır. Romanın ən məşhur tarixçilərindən biri Tit Livy idi. Vergili İmperator Oktavianın şərəfinə Eneid əsərini yazmışdı, Eneida. Təbii tarix əsərinin müəllifi isə Böyük Plini idi. Romalılar il hesabını 753-cü ildən hesablayırdılar. Özlərinə məxsus İskəndəriyə astronomlar təqvim yaratmışdılar. Yunanlılar kimi Romalılar da özlərinə yeni bir əlifba, yəni Latın əlifbasını yaratmışdılar. Bundan başqa Romada var idi ritonlar, yəni qədəhlər. Romalılar çox tanrılı idilər. Çox tanrı dinə sitayiş edirdilər. Bizim eramızın 1-ci əsrində Romanın əyaləti olan Fələstində xristianlıq dini yaranır, yəni təkəllahlıq din. Peyğəmbəri isə İsa Peyğəmbər olmuşdu. Kitabları İncil, xristian təşkilatı kilsə, başçıları isə Papa adlanırdı. 313-cü ildə Roma İmperatoru Konstantin Romada xristianlığı rəsmi dövlət dininə çevirmişdi. Romada baş tanrı adlanırdı Yupiter. Baş tanrı Yupiter çoxallahlıq idi. Bundan başqa bizim eramızın 1-ci əsrində isə xristianlıq dini yaranmışdı. Romanın memarlıq abidələrinə baxsaq əgər, Kolizey amfiteatrı, qladiator döyüşlərinin keçirildiyi yer. Panteon məbədi, Zəfər tağı Trimul, sirk, yəni cıdır meydanı, bir də Trayanın sütunu. Bundan başqa Romalılar beton ixtira etmişdilər. Geniş yol şəbəkələri